Sizden bir böyük kimi xahiş edirəm. Durun gedin evimdən. Deyirəm uşaqların axırı necə olacaq? Onlara da əsəbləşirəm. Bir də özümə də əsəbləşirəm. Sən də əsəbləşirsən. Ay gəl, filənə! Allah yetimlərə kömək eləyin. Ne mesele? Abla neye giriyorsunuz be? Ne oldu be? Mən sənin doğma bebinəm. Abala, qonum qoşun bizə nə deyə tüpürərlər sən? Ben pulunu almamışam. Ondan be. Pulumu alanda getireceğim de. Sən nə vicdansız adamsan. Bizi bugüne salan senin o yarım can bacına arzu oldu. Kardeşim de onun patron gitti. Arzularını çekiyor. Ata. Korkma. Otur. Bilirəm. Xəbərim var. Həyat səni sınaqlara çəkir. Bəlkə bundan da çətin. Bundan da ağır sınaqların olacaq. Elə ona görə gəlmişəm. Gəlmişəm sənə deyim ki, nə vaxt ki çətinliklər səni üstələdi, dərhal adını xatırla. Ümid. Bu ad sənin güc mənbəyində oğlum. İndi sənin gücün də, arxada ayağın da sən özünsən. Sən güclü olmalısan. Güclü olmalısan ki, Tayyələ də sən özünə dayaq bilsin. Ata. Sabahın xeyir Xəyalə xanım. Oyandın? Bugün səhər yeməkdə videoda nə olacaq? Yumurta. El yüzümü yu gel. Yaxşı.
Ana deməyib burada əl yumaq olmaz. Get bayıra. Sağ ol. Görəcək günlərimiz əli qabaqdadır. Qaqaş, sinifdə Ayşənin ödünə pul yığırlar. Verə bilərsən? Neçə manatdan yığırlar? 10 manatdan. Nə vaxta lazımdır? Bu günə. Sabah da olar. Yaxşı. Sabah verərəm, narahat olma. Heç nə. Nə oldu? Görüm. Dünən məktəbdən gələndə ayağım ıslandı. Dədəsini almaq lazımdır. Dədə ayaqqabı alaram, narahat olma. Mariyanın ayaqqabısı mənə xoşuma gəldi. Ondan ala bilərsən. Ondan yaxşısını da alaram. Yeməyi muş elə. Narahat olma. Sənə də. Sən dəsir deyim. Çox əladır. Çox sağ ol. Necə də təzə məktəb? Həm yaxşıdır, həm də yaxşı deyil. Yaxşı olan nədir? Pis olan nədir? Что такое хорошо? Что такое плохо? Mayakovski. Pis odur ki, orada heç kim məni Rafiqin oğlu kimi tanımır. Yaxşısı da odur ki, heç kim mənə yuxarıdan aşağı baxa bilmir. Sən elə bir tərsinə dedin axı. Birincisi yaxşı olmalıdır, ikincisi isə pis. Yox? Ata, sənə bir dənə pis xəbərim var ya. Nədir, yenə pul istəyirsən? Yox, nə pul. Hı. Nə olub? Sinif rəhbərimiz Sevinç müəllimə səni məktəbə çağırır. Nə haqqa çıxartmısan yenə? Ata, vallahi heç nə eləməmişəm. Nəsə bir qələt eləmisən ki, məni çağırırlar da ora. Boş-boşuna məni neynirlər onlar çağırsınlar? Mən boyda adam indi işimi gücümü atıb sənə dalımca hansısa o məktəbə getməliyəm də, hə? Sən çox qudurmusan. Başa düşürsən? Sən adam olmayacaqsan. Amma darıxma. Mən səni əhəlləşdirərəm. Nadir, saxla maşını. Rafiq mənim olar münasib yerdə saxlayaram. Yox, elə burada saxla. Düş maşından. Da vallahi onu demək istəmirəm. Düş dedim sənə, cəhənnəm ol. Məktəbə piyada gedərsən. Baxın, bax. Rafiq mənim nahar yeri elədisə. Sən qabağa bax, sən də elə ondan geri qalmırsan. Yaxşı, xəyali get dərsin. Qaqaş, mən biraz pul verə bilərsən? Tənəffüsdə yeməkxanada özümə bir şey alaram. Çox sağ ol.
Ben bu yaştan sonra harda iş tapacağım. 30 il canımı mərdəvdə qoymuşam. Ay Şəfiqə müəllimə, qurban olaram sizə, ağlamayın. Şərqə müəllimə, için bu suyu, hər şey yaxşı olacaq. Gələn həftədən məktəbdən qidalaşacağam. Evdə işsiz oturup neyniyəcəm? Ay bala sen niye böyle ağırsan? Yemeğe zat yedesen. Yana hara kaçırsan sen. Bufetə müəllim. Bufete kaç. Bufete kaç. Her vaxtınız xeyir olsun hörmətli müəllimlər. Ya müəllimə siz niye ağlıyorsunuz? Sertifikasiyadan keçə bilməyim. Neden? Sertifikasiya. Sertifikasiyadan ha. Sertifikasiyadan. Şu olan şeydi ona göre adam ağlıyor. Artık müəllim. Yok, sizin nətər siz keçə bilmişsiniz o. Sertifikasiya. Ay sonra. Aydındır. Darıxmayın, niye ağlayırsa haşa. Görürsünüz, siz tek değilsiniz. Ne kadar axı olar, ne kadar olar məktəbdə işləməksiniz. Gelin istirahət edin, bir ailənizlə görüşün. Bir uşaqlarınızı görün, nəvələrinizlə oynayın. Düz demirəm? Düz düzsüz. Hər işdə bir xeyir var. 100%. Ayda nəvələrimi 2 dəfə görürəm. Bundan sonra tez-tez görərəm. Görərəm demişəm, 11A'nın jurnalı görən olmuyor. 11A. Sen tapasan. Ay Etibar, sən jurnal neyin işdə? Nəsər jurnalını edirəm. Mənim dərsim dərs deyil. İdman ən vacib dərslərdən biri. Dərs deyə, amma idmandır da. Uşaqlar qaçır, tullanır, çəkinirlər vəssalam. Sən elə canfəşanlıqla danışırsan, gələ bir dərsmi riyaziyyat dərsidir. Vəssalam. Oxbanlar, dullandılar, qaçdılar, hamısını qeyd edirəm. Bunlar hamısı vacibdir. Çünki ən vacib dərslərdən biri elə idman dərsidir. Necə deyərlər? İdman sağlamlığın rəmzidir. Rəmzi yox, rəhnidir. Neydi? Rəhni. Rəhni. Hə. Olsun rəhni. Siz də bir balaca arıqlasanız yaxşı olar. Ne var, neye gelmişsin? Ata, senden danışmaya gelmişim. Sen benden ne danışacaksın? Hele bir üzün de var danışmak ha? Hayata, kurban olum. Bak bütün konum komşu kim var kim yok hamı evini satıp çıkıp gedib. Bir dənə sen kalmışsın. Gazını kesiblər, suyunu kesiblər. Niye əziyyət çəkirsən burada? Elə çöldəki maşının qiyməti bilsən neçədir? Bax lazımdırsa, tikinti şirkətindən mən özüm danışım. Sən pulunu artırsınlar. Yəni sən o pulla şəhərin qırağında 2 dənə alarsan özünə. Olar, qurban olum. Gəl bu daş tökdə ətəyindən. Ha Əclaf, mənə ağıl öyrədirsən. Səni kimi alçağı böyütdüm, oxutdum.
Hər cür şərait yaratdım. Sən neynədin? Qurşandın o narkotikə, qumara. Öz həyatımı da zibilə döndərdin. O yazıq qızı da bədbəxt elədin. Sənə görə 50 illik dostumla, eşitirsən 50 illik dostumla mən üzgöz oldum. Sənə oğul deməyə utanıram. Yəni sən mənə ata deməyə dilin də var. Anan xanım sənə görə getdi. Sənə görə çevrədə o yazıq. Sən de utanmaz gəlmişsən hələ məni bir ağılla qoyursan. Cəhənnəm ol buradan. Bir daha yaxın buralarda dəyməsin. Vicdansız. Bax Allah and olsun. Allah and olsun deyirəm. Bir də səni evimin həndəvarında görsəm, el aləm içində biabr eləyərəm səni. Gətir etdi ol. Gözüm səni görməsin, yoxsa əlimdən xata çıxar. Niyə açmırsan telefonu, hə? Niyə açmırsan? Qız, mən burada işlə məşğulam. Mən abara var oturmuram, iş görürəm burada. Mən bilirəm sənin orada başın kimə, nəyə qarışıb? Nataşaya, Maşaya, Olqaya. Hələ harasıdır. Bilirəm məni alladırsan. Amma atalar yaxşı deyib, yalanla. Hadi yaxşı uşaq işdə. Az deyirəm sən başım işə qarşı, mən başımı qaşımağa vaxtım yoxdur. Uşaq dərdi çəkən olub. Hanı Samirin spartilmisi? Hə? Hanı güləş paltarı? Uşaq bir ildir səndən paltar istəyir, alıb yollaya bilmirsən, Uşaq çempion oldu, utdu. Bir dəfə də olsun onu təbrik eləməmisən. Belə atasan da sən, belə ata. Sən Allah, udufdur. Canavar deyil, canavar. Çağır bir onu təbrik eləyim görüm. Çağır görüm canavarı. Yoxdur, yoxdur evdə. Qulaq as, söhbəti dəyişmir. De görüm, haçan bizə pul yollayırsan, Haçan bilet alırsan ki, biz də gələk sənin yanına. Mən özüm sağ xəbər eləyəcəm, sən Allah. Qoy indi zəhkər el, yaqin indi malzat istəyirlər. Qoy bir dənə uşağı təbrik eləyim, sonra səni təkrar yığıram. Yenə söhbəti dəyişdi, çıxdı aradan. Damaya, родная. Ты же знаешь, моя любимая, я бизнесом занимаюсь, да, мне все звонят, да. Не беспокойся, через час буду дома. Послушай, что тебе купить? А сколько можно тебе золото покупать? Я кучу говорю, что купить. Ладно, хорошо, целую. До свидания. Ay uşaqlar, nə olur? Hara durursun? Əyləşin. Mənim zəng vurulduyum. Zəng müəllim üçündür. Yəni ay müəllim dərsi bitir. Mən hələ dərsi tamamlamamışam. Əyləşin geri bizdə. Gələn dərs üçün bioloji ehtiyatlar və onlardan istifadə qaydalarını öyrənərsiniz. Səhifə 151, 152, 153 öyrənərsiniz. Götürsün dayansa. Ümid, biz istəyirik ki, bunu qəbul edəsən. Bu nədir belə? Biraz pul yığmışıq. Dedik sənə xəyaliyə dəstək olaq. Düzdür, o qədər də çoxlu pul deyil, amma ki, bir müddətə bəs edər. Təmiz qətlə yığmış Ümid. Diqqətinizə görə çox sağ olun, amma
Mən bunu qəbul edə bilmərəm. Niyə? Bunda nə var ki? Ümid, birinci sinifdən həmişə bizi bir ailə olaraq görmüsən və istəmirsən ki, biz bir ailə olaq. İndi isə ailə dediyin insanlardan bunu qəbul eləmirsən. Samir düz deyir Ümid. Biz bir ailəyik və mən düşünürəm ki, sən bunu səmimi qəlbdən qəbul eləyəcəksən. Ümid, Yaşar müəllim səni çağırır. Deyir biraz tez gəlsin. Yaxşı. Əminəm ki, məndən inciməyəcəksiniz. Diqqətinizə görə çox sağ olun. Yox, Ümidin deməyinə deyil ki, gəlin zərfi qoyaq onun çantasına. Bırak gelsin. Gel. Ne var? Salam, her vaxtınız xeyir. Dur. Hə, danışıyorum, necədir vəziyyət? Vəziyyət deyəndə ki, yəqin atamın nə qədər tərs adam olduğunu bilirsiniz. Deyəsən razı sala bilmirəm sən kişini, hə? Yox. Bunların hamısı düzələn şeylərdir. Amma bilirsiniz Rafik müəllim, adamın cibində pul olmayanda iş görməyə həvəsi də olmur. Bilirsiniz də o vatan üçün müqəddəslər yakin bir şeydir. Yılan yuvasından çıxartmaq, atamı evdən çıxartmaqdan daha asandır. Aydındır. Başa düşdüm səni. Amma biz bilirik ki, hər problemi bir həlli yolu var. Yəni, hər bir vəziyyətdən nə var? Ha? Çıxış yolu var. Bu avazdır. Amma bu məsələ tezliklə həll olmalıdır. Get kişiyi yola gətir. Siz narahat olmayın. En kısa vaxtda bu məsələ bir dəfəlik həll olacaq. İcazənizlə mən gedim. Gedə bilərsən. Səndən xəbər göstərəcəm. Oldu. Teşekkür ederim. Rafik mənə nə istəyir bu? Nə istəyir? Pul istəyirdi. Demə ki verdin. Verdim. Amma gözüm bunun üstündə olsun. Nəsə düz əməlli adam oxşamır. Gərək pulu verməzdin amma Yaxşı, sən dediyim elə. Bir də bu Səttarın evini də daim nəzarətdə saxla. narahat olma. Tamam.
gün heç mənim günüm deyilmiş də. Ondan sonra evdən çıxanda gərək mən də büclərə baxmışım bəziləri kimi. Yaxşı qabaqdan gəlmişdi yenə mi? Mənə biraz pul lazımdı, ona görə gəlmişəm. Pul, yenə də pul. Bu qadınların xəmri elə bir pulla yoğrulub da. Sən heç bir ana kimi Kamranla maraqlanmısan. Bugün onun valideynini məktəbə çağırıblar. Xəbərin var? Ana kimi? Ana kimi borcum yoxdur. Amma ata kimi onunla maraqlanmaq sənin borcundur. Mənim nə ər kimi sənə, nə də ata kimi ona borcum yoxdur. Mən sizi pis qudurtmuşam ki, gəlib indi boynumda oturursunuz. Nə qədər? Yaxşı da Rafiq, çox uzatma. Alnıda şeylər var, pul ver çıxım gedim. Nə qədər dedim? Nə qədər çox versən, ər kimi o qədər başının ucalığıdır. Gəl. Ne güzel bakın. Bırak beni, ne güzel sen. Bırak beni. Hadi ala. Siz özünüzü ne hesap edersiniz? Mafyasız, gangstersiz, nəsiz əziz? Ha? Günün gün ortacağı adam oğurlamaq ne demek? Kimsiniz də siz? Ha? Öbeş, ne pul salmısan, he? Gələ. Lüqa! Sən ata xalam oğlu, bir səbirli ol, görək nə olur da, başlı görünəmsən. Harada kalmıştım? Ha, pulu değildim. Öbeş yoktu pul. Ne baksa elime pul düşer. Ben de kayfıma düşersen pulunu veririm. Neyi yiyeceksen? Öldüreceksen beni. Ha? Var sende o yürek. Əslində mən qaqaşımızı başa düşürəm. Vallahi başa düşürəm. Yoxdur da. Yoxdur qaqaş. Öldürəsi də ölük. Yox. Öldü. Qaqaşımız da tapa bilməyib, düzəldə bilməyib bu. Qaqaşımız nə qazanırsa, hamısını aparır mala. Soxur maldan, sonra gəlir burada mənə mallı böyle söhbətlər eləyir. Başa düşürük ki, bu həyatda tavanı çatdırmaq vardır. Çünki kişi tavanı çatdırar. Kişi, siz alır kişiyi. Bir daha çay düzəltmə. Sən də su ver ona.
Qaqaş, acam, yeməyə nə var? Keçəyini dəyiş, bir şey hazırlayaram. Tutmuşam. Xəyalə, dükana gedirəm, indi gələcəm. Salam bir daha Əhməd əmi. Salam. Evimizdə yeməyə heç nə yoxdur. Olar bir-iki dənə ərzaq götürüm, sonra gəlib pulunu verərəm. Əlbəttə ki olar. Niyə olmur ki? Ümid. Bu nədir belə? Heç nə, futbol oynayanda yıxılmışam. Heç nə olmuyor. Düzünü de. Yo, narahat olmayın, nə olacaq ki? Futbol oynuyordum da. Dəyib dolaşan yoxdur ki. Yo. Baxa, xətrinə dəyin olsa, əmiyyədir. Yaxşı əmi, yaxşı. Narahat olmayın. Nədir, xoşun gəlir? Çempion ol, məndən sənə hədiyyə. Al. Götür, ürəyin nə istəyir, doldur, apar. Xəyələ, yeməkdən sonra işim var, gedəcəm. Yaxşı. Qapını bağlayarsan, heç kim aç. Yenuş elə. Nuş olsun. Ümid bəy, sən bir dənə sir açım. Çox dadlıdır. Çox sağ ol. Nuş olsun. Çox sağ ol. Ekran tıklayırıq kardeşler, ekran tıklayırıq. İlqar öpürəm qaqaş, sağ ol, var ol. Ala, fil atmayın ala. Atırsız normal hediye atın, taz atın. Hə, masaj xidmətləri öpürəm, Allah əvəzin versin. Bu nədir, yola bu nə rəydi belə? Elə bir kondisioner pultu ilə girmişəm zanlıya. Ekranı bəyəni, ekranı bəyəni. Vüqa, Aycan qış. sən neyinisən? Ekranı bəyəni dostlar. Burada bir sənin nə pulu var? Ekranı bəyənirik dostlar, hamımız. Namım ümidim, gözüm ümidim. Gel atan. Gel bura. Xoş gəlmisən Ümid. Necəsən Ümid? Salamatçılıq edir. Hə, şükür Allaha. Çay içsən?
Yo, heç nə içmirəm, amma bir dənə məsələyə görə danışmağa gəlmişəm. Nə məsələ? Xətt ödəyən var? Yo, işləmək istəyirəm. Sizdə mənə aid iş tapılar. İşləmək yaxşı şeydir. Biz hamımız uşaq vaxtından işləyə dönmüşük. Mənim fikrimcə sənin üçün də bir iş tapılar, hə? Bəli, qaqa. İş tapılmır, qalın oldu. Narahat olma. Geç otur. Bir dənə çay ver.
Atama yolunu geleceksin ha? Ümit! Benim atama sizden başka problem yaradan adam olmuyor. Ümid, yəqin artıq sənin toruna düşüb. Lazım olsa bu çayı tökərəm bu gədənin başından başa. Sən də xəyal edə mənim himayəmdəsi sözdə qanunla. Sən kimlərin heç qapında it yerinə saxlanılan,